Deməli, gözəl insan. Ümum qaydaya əsasən, qaydanı qoyaq da qırağa. Quran və sünnəyə əsasən mömin bir şəxs insanları, cəmiyyəti cəhənnəmə dəvət etməz də, düz? Biz belə başa düşmüşük bunu. İxtilaf yoxdur burada. Siz sözünüzü bitirin qardaş. Hə, okey. Məsələ bundadır ki, bu Buxarıda Əmmar hədisi var. Əmmar hədisində Peyğəmbər orada iki söz deyir. Birinin cavabı vermək olur ki, azğın qoşun tərəfindən öldürülmək məsələsini, məsələn, Suffin döyüşündə Muaviyyənin qoşun içərisində bir toplum var idi, onlar azğın idi. Bunu belə cavab vermək olur. Amma Peyğəmbər daha sonra bir şey də deyir ki, ey Əmmar, sən onları cənnətə, onlar səni cəhənnəmə çağırır. Bu mənim üçün maraqlıdır ki, yəni buna nə cavab olar ki, çünki Muaviyyənin qoşun içərisində də sahabələr zaten var idi. Yəni onlar mömin idisə niyə cəhənnəmə çağırsın axı Əmmarı? Və Əmmar niyə onları cənnətə çağırsın? Onlar zaten cənnət əhli deyildimi? Buyurun inşallah. Mən başa düşmək istəyirəm ki, yəni siz bu sualı mənə niyə verirsiniz? Yəni bizim sizinlə ixtilaf etdiyimiz məsələdir bu, yoxsa nədir? Yəni bizim sizinlə bir danışığımız mı olub? Yəni hər hansı bir mükaliməmiz mi olub ki, mən sizdə bu şeyə müxalifət etmişəm, bunu məndən soruşsun. Onu başa düşə bilmirəm. Ha, okey. Yox, siz Əhl-i-Sünnə vəl Cəmaət etiqadında deyilsiniz, Sələfi Salih. Siz məni tanımırsınız da qardaşım. Özü dediniz ki, daha doğrusu tanıdığımızı düşünürsünüz. Hə, düşünürəm təbii. Siz dediniz ki, yəni siz ancaq Quran sünnət deyirsiniz. Düzdürmü? Hə, sizi zahirdə bəli elə tanıyıram. Hə, mən Quran və sünnətə tabeyəm. Mən məzhəblərə filan tabe deyiləm. Əhsən. Onda buyurun, davam edin. Sözü kəsməyin, buyurun. Bunu mənə yəni deməyinizin mən başa düşə bilmirəm ki, yəni bunu nə üçün mənə deyirsiniz? Onu anlamıram. Bu bir. İkincisi, sözü gedən məsələ haqqında mən danışmışam. Bir neçə dənə mənim videom var. Orada o məsələlərin hamısına mən cavab vermişəm. Dediyimiz Ammar hədisi də zaten isnad yönündən səhih deyil. Hədisin səhih olmadığını da bəyan etmişim. Hə, siz hədisin zəif olduğuna etiqad edirsiniz. Biz hədislə istilal etmirik ki, siz onu mənə hüccət gətirəsiniz. Bu məsələnin bir tərəfi. Digər bir tərəfdən nə Ammarın, nə də qarşı tərəfin hər hansı bir şəxsin haqqında mənim bir cavabdehliyim, sorumluluğum yoxdur ki, onu məndən soruşasınız. Başqa bir tərəfdən mənim dinim Quran və sünnətdir. Dediyiniz şəxslər isə Quran və sünnət deyirlər. Doğruları da özlərinədir, yanlışları da özlərinədir. Mən ancaq onlar üçün bağışlanma diləyə bilərəm. Keçmiş nəsillərdir, bizim sələfimizdir. Mən onlar üçün Allahdan bağışlanma diləyə bilərəm. Bu qədər. Okey. Bunu başa düşdüm. Allah sizdən razı olsun. Qısa və konkret sər istədiyinizə görə. Həm də vaxtınızda da alıram, haqqınızı halal edin. Okey, bunu bildik. Olarmı mənzilət hədisi haqqında biraz danışaq, yoxsa o hədisi də siz səhih qəbul etmirsiniz? Hansı hədisi? Mənzilət. Peyğəmbər buyurur, ya Ali, sənin mənə nisbətin Haruna Musaya olan nisbətidir. Bu haqqında. Yox, o hədisin səhih sənədləri var, səhih olan ləfsləri var, bəli. Hə, o hədis səhihdir. Okey. Məsələ budur ki, gözəl insan, mən Qurana nəzər salanda mənim məlum məsələ ki, ərəbcəmdə sizdən zəif olar, araşdırmam da sizdən zəif olar. Yəni mən düzə-düz səhv olan insanım. Yəni hər şey olanda yəni özümü təkəbbürlə aparmaqdan sevmirəm. Sizin ərəbiniz məndən güclüdür, araşdırmağınızda, öz məzhəbinizə, öz etiqadınıza əsasən. İşim onda deyil. Məsələ budur ki, Harun əleyhissalam Qurana görə Musa əleyhissalama şərik idi, amma nədə şərik idi? Nübüvvətdə düz. Yəni bura kimi düz gəlirəm. Siz sözü bitirin, qardaşım, mən danışacağım. Hə, okey. Biz, məsələn, deməli, ayəni bizdən təqdim eləyim. Deməli, biz Taha surəsinə nəzər saldıqda, Allahın izni ilə, görürük ki, Taha surəsində harca ayə gəlir. Ayəni tapım. 25-ci ayədə Musa əleyhissalam deyir ki, qalə Rabbiş rəhli sadri. Musa dedi, Rəbbimin köksümü açıb genişlət. Sonra Musa əleyhissalam buyurur ki, işimi yüngülləşdir. Dilimdəki düyünə aç ki, sözümü anlasınlar.
və deyir ki, "Vəcəalli vaziran min əhli." Mənə öz aləmdən bir köməkçi ver. Haruna əxi, qardaşım Haruna. Onun sayəsində mənim gücüm artır. Və əşr deməli deyir ki, "Və əşriqhu fi əmri." Onu öz işimdə ortaq et. Burada ortaq et məsələsi nübüvvətdə idi zaten. Çünki Musa əleyhissalamdan sonra Harun əleyhissalam da peyğəmbər idi, nübüvvət idi, onun elminin daşıyıcısı idi, həm də canişini idi və s. və ilə axır. Ondan elmi miras apardı. Məsələ budur ki, biz də o mənzilət hədisinə nəzər salanda peyğəmbərin sözünə. Orada da deyir ki, ya Ali sənin, yəni birinci Əmir-əl-Möminin nisbət verir, sənin mənə nisbətin. Harunu Musa'ya nisbətidir. Yəni burada İmam Ali, Əmir-əl-Mömin əleyhissalam olur Harun nisbəti, ümmət peyğəmbəri də sallallahu aleyhi və səlləmdə olur Musa əleyhissalam nisbəti. Sual budur. Əmir-əl-Mömin əleyhissalam peyğəmbərdən nübüvvət götürmədi. Çünki peyğəmbər deyildi. Yaxşı, bəs peyğəmbərdə nə də şərik idi? Bitti sualınız. Bəli, bəli. Yəni yenə də deyirəm ki, siz qardaş bu sualları mənə verməyinizi mən anlamını başa düşə bilmirəm. Yəni problem yoxdur. Biz iki elə oğlu kimi, yəni yurttaş kimi danışa bilərik. Problem yoxdur. İstəyirsən belə futboldan da danışa bilərik. Yəni biz eyni ölkənin övladlarıyıq, ikimiz də eyni millətdik. Oturub çay içə bilərik, söhbət eləyə bilərik. Sadəcə olaraq yəni din, əqidə məsələsində bunları məndən soruşmağınızı mən anlamını başa düşmürəm. Mən indi məsəl üçün sizdən soruşsam ki, sən əl-mənzilə, beyn-əl-mənzilə məsələsində siz niyə belə edirsiniz? Burada niyə belədir? Siz mənə deməzsiniz ki, qardaş, bu Mötəzilə məzhəbinin etiqadıdır. Bunu siz mənə nəyə dikə edirsiniz? Deyərsiniz, haqlı, çünki sizin etiqadınız deyil, o Mötəzilənin sözüdür. O söz Mötəzilənin sözüdür. Onlar deyiblər bunu. Yəni, örnək olaraq yəni də bunları mənlə niyə danışırsınız, onu anlamını bilmirəm. Dediyiniz məsələyə gəldikdə, yəni sizin dediyiniz şeyə cavab olaraq mən bəzi suallar verməliyəm ki, məsələ aydın olsun. Buyur. Mən öz dinimdə, İslam dinində, kitab və sünnətdə yeganə imam, yeganə öndər, ağzından çıxan sözlər qanun olan, şəriət olan bir dənə insan tanıyıram. O da peyğəmbər. O da Muhammed sallallahu aleyhi və səlləmdir. Düzdürmü? Və hər kəsdə qeyd şərtsiz olaraq Rasulullah sallallahu aleyhi və səlləmə itaat etməlidir. Yəni, hər kəs onun qarşısında məmurdur. Məmur da əmr olunan deməkdir. Bunların da başında Əli ibn Abi Talib radiyallahu anh gəlir. O da onun qarşısında məmur idi. Verdiyi əmrləri qeyd şərtsiz yerinə yetirməli idi. Və siz, məsəl üçün, Buxaridən və ya Müslimdən hədis gətirərək bunun üzərində danışırsınızsa, mən də Buxari və digərlərin rivayət elədiyi hədisdə gətirirəm ki, Əli radiyallahu anh Hudeybiyyədə Rasulullah sallallahu aleyhi və səlləmin açıq və sarih əmrinə asilik etdi. Həmin vəzifəsini yerinə yetirmədi. Cavab verəbəs, mən sizə cavab istəmirəm. Səbirli olun. Siz danışdınız, siz bitirənə qədər mən susuram. Allah razı olsun, buyurun. İzin alaraq danışıram. İndi mən də bir sözümü bitireyim. Yəni mən demək istəyirəm ki, sən bunları zikr edərsən, mən deyərəm ki, Buxaridə hədis var ki, Əli radiyallahu anhın əmisi Abbas radiyallahu anhı Rasulullah sallallahu aleyhi və səlləmdən yaşda böyük idi. Deməli, İmam Əlidən də 2 yaş böyük idi. Əmisi Abbası söyür. Torpaq üstündə bir-birlərini söyürlər. Bu da Buxaridə var. Var. Yəni bunları zikr etməyin, səbirli ol, bunları zikr etməyin bir mənası yoxdur. Mən bayaq da dedim ki, mən onlar üçün Allah subhanahu wa ta'adan xeyir bərəkət diləyərəm, onlar üçün bağışlanma diləyərəm. Onların etdikləri əməlləri məni bağlamır. Mənim üçün bu dində bəşərin içərisində yeganə imam Muhammed sallallahu aleyhi və səlləmdir. Onun sözü şəriətdir. Hər kəs onun qarşısında məmurdur, hər kəs onun əmrinə amadədir. O nə əmr verirsə yerinə yetirməklə mükəlləfdir. Bu Ömərə də aiddir, Həsənə də, Hüseynə də aiddir, Əliyə də aiddir, hər kəsə aiddir. Allah hamısından razı olsun. Amin. Yəni bunları burada zikr etməyi mən heç bir anlamını görmürəm. Onlar bir bəşər idilər, bir ümmət idilər, gəldilər, keçdilər. Onların etdikləri ona, bizim etdiyimiz bizədir. Mən onların haqqında soruşulmayacaq. Ki, mənə soruşulsun ki, Əli radiyallahu anh niyə belə etdi və niyə belə etmədi. Yəni, bunlardan mən soruşacaq deyiləm. Nə kitab, nə sünnət mənə bu barədə demir ki, sən onlar haqqında soruşacaqsan ki, bunlar niyə belə etdilər. Ona görə də mən mükəlləf olmadığım bir şey barəsində uzun-uzadı danışmağın bir faydasını olduğunu düşünmürəm, qardaş.